Deməli, belə bir sınaq sualına baxaq. Güvən sınaq 5. Hərəkət tənliyib x bərabər 5t plus 2t kvadrat plus 3 şəklində olan cismin təcilinin proyeksiyasını tapın. Bildiyimiz kimi cismin hərəkət təcili, təcil sürətin vahid zamanda dəyişməsidir. Delta v bölünsün t. Bu da bizə sürətin zamana görə törəməsini verir. Və sürət də təbii ki, koordinatın zamana görə dəyişməsidir. Koordinatın zamana görə dəyişməsi. Bu da bizə koordinatın zamana görə törəməsini verir. Deməli, belə çıxır ki, təcili tapmaq üçün koordinatın ikinci tərtib törəməsini almaq lazımdır. Koordinatın ikinci tərtib törəməsini alsaq, bir dəfə deməli, sürəti alsaq koordinatın törəməsi eləyər. Koordinatın törəməsi 3t plus 2t kvadrat plus 3 şəklindədir. Buradan törəmə alsaq, deməli 3 plus 4t-ni almış oluruq. Və digər tərəfdən təcili tapmaq üçün sürətdən bir dəfə törəmə alsaq, sürətin törəməsinə bərabərdir. Bu da 3 plus 4t, bunun törəməsi, bu da 4 eləyir. Deməli, bizim hərəkət təcilimiz 4 metr bölü saniyə kvadrat eləyir. Bu bir üsulumuz. Digər üsulla da biz, bu birinci üsul olsun. İkinci üsul isə belə asanlıqla tapa bilərik. Bərabər təcilli hərəkəti koordinat tənliyi x bərabər x0 üstəgəl v0 t üstəgəl at kvadrat bölü 2. Deməli, buradan görünür ki, t kvadratının qarşısında duran əmsal təcilin yarı qiymətidir. Biz baxırıq ki, burada t kvadratının qarşısında duran əmsal 2-dir. Deməli, 2 4-ün yarısı eləyir. Ona görə də təcili buradan sadəcə elə 4 tapa bilərik. Yəni, bu ikinci üsulla da bunu tapmaq mümkündür.